Salam, hörmətli tələbələr və digər təvəkküllərə, mən Rəfət müəllim Şıxəliyev. Bu günlərdə maraqlı bir sualla qarşınızdayım. Bizə deyir ki, 24xy üstə 16x üstə gəl 8 üstə gəl 12y vuruqlara ayırın. Bunu vuruqlara ayırmaq üçün uşaqlar birinci ilk 2 dənəsini 1 hesab edirik, növbəti 3/4-cüləri də 1 hesab edirik və 24xy-dən 16x-in ortaq vuruğu 8x olmasıdır. 8x-i qoyuruq mötərizə xaricində, burada qalır nə? 3y, yəni 3y 8x-ə vurulur, 24xy qalır. 3y qaldı burada. Üstə gəl 16x 8x bölündə 2 qalır. Burada yazırıq 2. Plus 8 ilə 12-nin ortağı 4-dür. 4-ü çıxartıb mötərizə xaricində burada nə qaldı? 3y üstə gəl 2 qaldı. Deməli 3y üstə gəl 2 burada da var, burada da var. Deməli bunu mötərizə xaricində çıxartmaq olar. Çıxartıb mötərizə xaricində nə qaldı? 8x üstə gəl 4 qaldı. Aha. Baxarsak ki, variantlarda belə bir variant yoxdur. Təbii ki, olmayacaq. Çünki hələ sadələşdirmə davam edəcək. 8 ilə 4-ün ortağını çıxartmaq lazımdır axı. Mən bunların yerini dəyişdim siz üçün. Ki gözünüz qarışmasın. Bəzi olur uşaqların gözləri qorxur, gözünüz qarışmasın. Yerini dəyişdim. 8-in 4-ün ortağı nədir? 4. 4-ü çıxartdım mötərizə xaricində. Qaldı nə? 2x üstə gəl nə? 1. Və bu ifadə. Deməli cavab nə eləyir? Cavab eləyir 4 vurulsun 2x plus 1 vur 3y plus 2. Video xoşunuza gəldisə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.